Videoma yaxın əyləşin, çünki bu videoda sizlərə qrammatikanızı necə yaxşılaşdıra bilərsiniz, bu haqda danışacağım. Hər kəs salamlar. İki videomun da rəy hissəsində həqiqətən Azərbaycan dili haqqında tövsiyə istəyən uşaqların olduğunu gördüm. Ona görə dedim ki, bugün də Azərbaycan dili haqqında tövsiyə videoları çəkilir. Mətnlər çox rahatdır. Siz oxuyursunuz, anlayırsınız və onu yazırsınız. Ancaq qrammatikalar eyni şəkildə deyil. 9-cu sinifin əvvəllərinə deyərdim ki, qrammatikamdan ən azı bir 5-6 səhv çıxırdı. Düşün, yəni 10 dənə sualın 5-ini elə mən səhv yazırdım. Amma 11-ci sinifdə mən bunu necə daha az minimuma endirdim, bu haqda danışacağım. Azərbaycan dilinin qrammatikası həqiqətən qəlisdir və bəzən suallar insanı çox yorur. 90 kilo istəyirsə, o da qrammatikanı da yaxşı bilməlisiniz. Necə? Uşaqlar, ilk öncəliklə bunu deyim ki, mətnlərdə sizin əsas məqsədiniz bir üslubu yaxşı bilməkdir, bir də ki, həqiqi məcazi növləri yaxşı bilməkdir. Qrammatikaları yaxşı öyrənmək üçün Hədəfin qayda kitabından və yaxud da e-maşından da istifadə edə bilərsiniz. Amma mən sizə Hədəfi daha çox önərirəm. Qrammatikanı oxuyandan sonra YouTube kanalında hər hansı bir mövzu, məsəl üçün taktik əlaqələr olsun ki, onun izahlarına baxmağı unutmayın və YouTube kanalında bir çox mövzu izahları var. Bir də ki, həmin mövzu haqqında ətraflı şəkildə çoxlu test işləməyə çalışır. Azərbaycan dilini artırmağın yeganə yolu qayda kitablarını diqqətlə oxuyub, dərs izahlarını dinləyib, topludan onun testlərini işləyib, mövzunu beyninizdə bərkitməkdir. Azərbaycan dili haqqında deyəcəklərim bu qədərdir. Hələlik, sağ olun.